Hamınızı salam dostlar, mən Seyenin yeni YouTube videoma hoş geldiniz. Bugün sizlərlə birlikdə başlıqdan da gördüğünüz kimi dərs çalışma vlog part 6'dır, 7'dir bilmirəm, amma yəqin 6'dır. Dostlar, əslində bu videodan sonra sual-cavab videomu da görəcəksiniz. Yəni bugün 2 video atacağım. Dostlar, çox vaxtım olmur video atmağa. Dedim sizə video atmaq üçün bir şey eləyim və mən də sizə dərs çalışma vlog atıram. Birincisi test sizə göstərim. Burada müəllimə 3 anı verib Azərbaycan dilindən deyir ki, mətninə piktogramdan mətninə istinad etməklə sübut edin ki, fikrin yazıda ifadəsi baxımından. Dostlar, bir də ideografik yazı piktografiyadan daha üstün idi. Çox asandır. Çünki ideografik yazı piktografiyadan daha üstün idi. Çünki dostlar, ideografik bütün sözlərlə şeydir, bütün sözlər mənasını bildirir. Ancaq piktografiya, məsəl üçün A, B, C, D, B, C sözlərin birləşməsindən yaranan sözlər olduğu üçün ideografik piktografiyadan daha üstündür. Çünki o bütün sözü təmsil edir. Bu sözləri birləşdirərək. Dostlar, tapdım. İdeografik yazı piktografiyadan daha üstün idi. Çünki dostlar, piktografiya konkret əşyanı və hadisəni təsvir edir. İdeografiya isə simvol həm konkret əşyanı, həm də onunla bağlı mücərrəd bir fikri ifadə etmək üçün istifadə edir. İkidə deyil, fonografik yazı ideografiyadan daha üstün idi. İdeografiya hər bir sözü və ya fikri çox xüsusi bir işarə tələb edir. Fonografiya bir sözləri ifadə etmək üçün əşya fikirlər deyir. Danışıq səslərini, fonemləri işarələyir. Dostlar, xəttim biraz pis ola bilər, amma belə yazdım. İndi Azərbaycan dili bitdi dostlar. Keçirik riyaziyyata. Gəlib riyaziyyatdan baxın. Buradan nə verib? Riyaziyyatdan dostlar səhifə 41-də 13-lə 4 verib. 41-də 13-lə 4-ə baxaq. 41'de 13-4 dostlar, ben bunun şərtini yazıb gəlirəm. Şimdi tapdım. 13'da deyir ki, quşçuluq fermasında saxlanılan qaz və ördəklərin sayı 1-də 2 nisbətində, ördək və toyuqların sayı isə 4-də 5 nisbətindədir. Fermadakı qaz, ördək və toyuqların ümumi sayı 1320-yə bərabərdir. Fermada neçə qaz, neçə ördək, neçə toyuq saxlanılır? Mən belə yazdım. 2 bölünsün 4 bölünsün 5, 2x üstəgəl 4x üstəgəl 5x bərabərdir 1320. Çünki burada dostlar verilib özdə 1320. Burada 11 2'nin üstüne 4 üstüne 5 yani 11x bərabərdir 1320. 1320'ni də 11'ə böləndə x 120 eləyir. Deməli qaz burada cavab 120'dir. 120'ni birinci 2'yə, sonra 4'ə, sonra isə 5'ə vururuq. 120'ni 2'yə vuranda 240, sonra ördək 120'ni 4'ə vuranda 480, toyuq 120'ni də 5'ə vuranda 600 qaz da belə. Deməli bu çox asandır. Məsələ dostlar 14. Məsələ 14'də nə deyir? Kişmişin 1 kiloqramı 6 manat, ərik qurusunun 1 kiloqramı isə 12 manata satılır. Kişmiş və ərik qurusu 3'də 2 nisbətində qarışdırılmışdır. Bu qarışığın 1 kiloqramı neçə manatdır? Burada 6 vurusun 3 üstəcə 12 vurusun 2'dir. Çünki özü də burada verib. Bərabərdir 42, 3 üstəcə 2, 5. Bunu yazdıq dostlar, çünki burada 3'də 2 nisbətindədir. Bunları toplayırıq. 42'ni 5'ə bölürük. Bu da 8,4 edir, qalıq qalır. Dostlar, çox asandır məncə. İndi mənim hansı dərslərim qaldı? Deməli, informatika ilə texnologiya qalıb. Dostlar, gəlib informatika ilə texnologiya kitabını gətirib gəlirəm. Gətirdim kitabları. Deməli, bura çox bağınıqdır. Siz bunları qoyaq qırağa. Neyse, bunu da qoyaq. İnformatikadan səhifə 14'ü verib. İnformasiya necə kodlaşdırılır? Dostlar, onda oxuyaq bir dənə. Gündəlik həyatımızda onluq say sistemindən istifadə edirik. Onluq say sistemində ədədlər 10 rəqəmini 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 köməyi ilə göstərilir. Ancaq ayrı-ayrı dövrlərdə insanlar müxtəlif say sistemlərindən istifadə etmişlər. Kompüter yaradarkən ixtiraçılar ikilik say sistemində üstünlük vermişlər. İkilik say sistemində 2 rəqəmdən 0 və 1-dən istifadə olunur. Bu rəqəmlər ikili rəqəmi və ya bit ingiliscə binary digit 2 rəqəmli ikilik rəqəm deyilir. Niyə kompüterdə ikili say sistemindən istifadə
istifadə olunur. İnsanlar üçün rahat olan onluq say sistemində kompüterdə tətbiq etmək olmazdımı? Əlbəttə olardı. Sadəcə 2 rəqəmi 0 və 1 10 rəqəmlə müqayisə texniki baxımından gerçəkləşdirmək daha asandır. 1 siqnal verir, 0 siqnal yoxdur. İşıq var, işıq yoxdur. Qapatmaq, açmaq, qapatmaq, açmaq. Riyaziyyatdan məlum olur ki, onluq say sistemində 9-dan sonraki ədədi göstərmək üçün yeni mərtəbə onluqlar daxil edilir. Təşkillər sıfırlanır və say yenidən başlanır. 19-dan sonra onluqlar bir vahid artırılır. Təşkillər yenidən sıfırlanır. Beləcə davam edilir. Onluqlar və təşkillər hər ikisi 9-a çatdıqdan sonra 3-cü mərtəbə yüzlüklər yaranır. İkilik say sistemində də belədir. Burada ən böyük rəqəm 1 olduğunda mərtəbə ən böyük qiymətinə, yəni 1-ə çatdıqda yeni mərtəbə yaranır. Əvvəlki mərtəbə isə sıfırlanır. Bu qaydadan istifadə etsək, ikilik say sistemində ədədlərin bu şəkildə olacağını görərik. Göründüyü kimi ikilik say sistemində ədədlər böyüdükcə onların uzunluğu sürətlə artır. 0, 1, 10, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və s. 34 və s. Bəs onluq say sistemindəki istənilən ədədin ikilik say sistemində yazılışını necə bilmək olar? Onluq ədədi ikilik ədədə çevirmək üçün belə üsullardan istifadə olunur. Onluq ədəd 2-yə bölünür, sonra qismət 2-yə bölünür və bu proses qismət 0 olanda davam etdirilir. Sonda hər addımdakı qalıqların ardıcıllıqla düzülüşü verilmiş ədədin ikilik say sistemində yazılışı olur. Müxtəlif say sistemlərindəki işləyən zaman verilmiş ədədlərin hansı say sistemində yazıldığını göstərmək lazımdır. Bunun üçün aşağıdakı indeksdən istifadə olunur. Məsələn, 77 10 bərabərdir 111 01. Dostlar, indi texnologiyanı oxuyacağım. Texnologiya çox uzundur. Ona görə sizə oxuya bilməyəcəm. Gördüyünüz kimi uzunluq belədir də. Görürsünüz dostlar. Yəni çox uzundur. Belə göstərim. Görürsünüz. Baxın belə. Yatır eləyiniz siz görün. Baxın belə. Dostlar, belə. Görürsünüz. Dostlar, görmürsünüz, indi göstərirəm. Gördüyünüz kimi bura və buradır və çox uzundur gördüyünüz kimi. Neyse. Dostlar, bir videomda olması daha sonuna gəldik. Videomu bəyəndiysəniz kanalıma abunə olmayı, like atmayı unutma. Bildiyi işlərdə əsas mənə çox böyük dəstək verirsiniz. Hər çox sevirəm. Sağ salamat qalın. Sağ olun.